54-cü suala baxaq. Deməli biz bilməliyik ki, ümumiyyətlə diodu dövrəyə necə qoşsaq cəryanı buraxar. Baxın, bura müsbətə, bura mənfiyə qoşulmalıdır. Düz qoşulma budur. Bura müsbət, bura mənfi. İndi yoxlayırıq. Mənfi qoşulub müsbətə. Düz qoşulmayıb. Bu birinci rezistor işləməyəcək. İkinci rezistorun yanında heç nə yoxdur, onun üçün onda problem yoxdur. Üçüncü rezistoru da yoxlasaq, müsbət müsbətə qoşulub. Mənfi qütb isə mənfiyə qoşulub, yəni düz qoşulub. Yəni ki, hal-hazırda R3 rezistoru ilə R2 rezistoru işləyir, amma R1 yox. Ampermetrə fikir versək, ən önə qoşulub. Yəni ki, hamısından keçən cəryanı göstərir, ümumi cəryanı göstərir. Ohm qanununu yazırıq. I bərabərdir, U bölünsün L ümumi. Və hal-hazırda bu deyir ki, 15-dir. İndi ümumi müqaviməti tapaq. R2 20-dir, bizə belə veriblər də. R3-dəki 80-dır. Gəlin onlar paralel birləşib onların ümumi müqavimətini tapaq. Qayda necədir? 20 vur 80, 20 üstə gəl 80. Bunu hesablayaq. Bu bizə verəcək 16. Aha, hal-hazırda vəziyyət belədir. Cəryan 15-dir, 15 miliamperdir, ümumi müqavimət 16-dır. Bu ilə da işimiz yoxdur, onsuz da konstantdır. Yəni o plus minusu dəyişəndə gərginliyi dəyişməyəcək. İndi bunları dəyişdirək. Aha, dəyişdirdim. Artıq bu mənfiyə qoşulduğu üçün R1 rezistoru daxil olur. Amma R3 rezistoru isə müsbət mənfiyə qoşulduğu üçün sıradan çıxır. Sadəcə R1 ilə R2 qalır. R1-in də müqaviməti 30-dur. Yəni yenə ümumi müqaviməti tapaq. Bu dəfə 30 vur 20, 30 üstə gəl 20 yazmalıyıq. Bu da bizə verəcək 12. Baxın, ümumi müqavimət 16 ohm olanda cəryan 15-dir. Bəs onda 12 ohm olanda cəryan nə qədər olar? Bunu soruşur bizdən. Gərginlik də sabitdir. Bu konstantdır. Bir də ki, R-lə tərs mütənasib asılıdır. Onda belə yazacağam. I1 bölünsün I2 bərabərdir. R2 bölünsün R1 tərs asılıdır. I1 15-dir. I2-ni bilmirəm, axtarıram. R2 12-dir. Ümumi müqavimət R1 isə 16-dır. Buradan da I2-ni tapaq. 15 vur 16 böl 12. 5-i də 4-ə vuranda olur 20.